Hatırlayırsınız əziz dostlar, Pasxada Rusiya prezidenti bir tərəfli qaydada atəşkəs elan elədi. Ona da əlbəttə ki, əməl olunmadı 32 saatlıq. Onda Ukrayna prezidenti Zelenski təklif etdi ki, gəlin bunu vədəsiz eləyək. Yəni, atəşkəsə nail olaq və danışıqlara başlayaq. Dedilər, xeyr, 32 saatın içində də atəşkəsi pozdular. Sadəcə Putin bütün dünyaya göstərməyə çalışdı ki, nümayiş etdirməyə çalışdı. Güya bu, Həzrəti İsanı tanıyır və onun qeybə çəkilməsi, dirilməsi kimi bayramda atəş açmaq istəmir. Halbuki, əziz dostlar, Moskva hakimiyyəti Allahsız hakimiyyətdir. Kremlidə Allahı sevən, qəbul edən, Allah xofu yaşayan bir lider olmayıbdır. 71 il müddətində Bolşeviklər, Sovet rəhbərliyi dinə qarşı vuruşdu. Məscidləri, sinagogları, xristiyan məbədləri partlatdılar, din xadimlərini öldürdülər, dini ədəbiyyatı yandırdılar. Sonra isə 43-cü ildə imitasiya xarakterli bir qərar qəbul edib, yenidən kilsələri, məscidləri, sinagogları açdılar ki, ona da şərt qoydular ki, indi oradakı din xadimlərinin hamısı NKVD-nin casuslar olmalıdır. Çünki 43-cü ildə Stalinə edilən məruzədə deyilirdi ki, Almanlar zəbt etdikləri ərazilərdə dini məbədlərə toxunmurlar, insanların məbədlərə gedib dualar etməsinə mane olmurlar, əslində dəstək verirlər və bu da nasistlərə qarşı rəğbət yaradır və bunu dərhal göydə tutan Stalin əmr verir ki, siz də bunların fəaliyyətini bərpa edin, amma bəşərtə ki, farsların təbirincə desək, orada oturan həmin o keşişlər NKVD-nin casusları olsun. Bu günə qədər də o davam eləyir.